Salam değerli tələbələr, hər vaxtınız xeyir olsun. Bugün Excel ait bütün sual tipləri ilə sizi tanış edəcəm. Başlayaq birinci sualdan. Suallarımızın tipi sadədən mürəkkəbə doğru getdikcə çətinləşir. Sual tipləri ilə tanış olaq. Silsiləyə aid bir sualda D1 xanasına hansı rəqəmi yazacağını soruşur. Əvvəlcə D1 xanasını tapırıq. D sütunu birinci sətir, yəni D1 xanası buradır. Və silsilənin parametrlərinə baxırıq. Rows üzrə, yəni sətr üzrə hərəkət. Growth vura-vura. Liner toplamaq deməkdir. Growth vurmaq deməkdir. Stepimiz 2, stopumuz isə 100-dür. Deməli, biz burada yazılan ədədi 2 vuracağıq. Baxın, 2-yə vursam 8, 2-yə vursam 16, 2-yə vursam 32. Deməli, mənə verilən xanada, yəni D1 xanasında hansı rəqəm yazacaq? 32. Liner desəydi 2 toplayacaqdım. Yanında olacaqdı 6, 8, 10. Liner parametri olsaydı. Growth olduğuna görə cavabımız olur bu sualda 32. Gəldik ikinci suala. Deməli, home tabında yerləşir. Fill əmridir, yəni rəqəmlərlə doldurulmadır. Baxın, left sola deməkdir. Left demişdik ki, hamısı bir-birinin tərsidir. Sağdan rəqəmi götürəcək. Right sağdır, soldan rəqəmi götürəcək. Down aşağıdır, yuxarıdan rəqəmi götürəcək. Up yuxarı deməkdir, aşağıdan rəqəmi götürəcək. Baxın, indi biz deyirik left, yəni sola doğru. Bizim ikinci sətrimiz seçilib, birdən diqqət yetirsək. Deməli, bizim bu sətrimizdə ən sağdakı rəqəm hansıdırsa, onu sola doğru aparacaq. Yəni, bax, biz bu diapazonu seçirik və burada yazılan 3 rəqəmi ki var. Bu sol istiqamətdə bütün xanalara yazacaq. Deməli, bizim bax bu B2 xanamıza nə yazacaq? 3 yazacaq. Tutaq ki, tərsinə olsaydı, bəs fərz edək ki, burada left yox, right aktivdir, yəni sağa aktivdir. Onda ən solda yazılan rəqəm hər nədirsə, onu sağa doğru dolduracaqdım. Tutaq ki, burada aşağı əmri icra olunsaydı, yəni down əmri icra olunsaydı, ən yuxarıda yazılan rəqəm nədirsə, onu aşağıya doğru aparacaq. Bu sualda left istəyir. Ona görə bütün xanalara seçilmiş diapazonda 3 cavabını yazacaq. Növbəti sualla tanış olaq. Deməli, Elnurun, Vahidin və Mehmanın ədədi, yaşların ədədi ortası. Baxın, yaş sütunu deyir. Burada 2 dənə sütun var. Ad sütunu, yaş sütunu. Bizə yaş sütunu lazımdır, yəni B sütunu lazımdır. Ona görə mən A ilə işləmirəm. A yazılan yerlərdə doğru cavab kimi qəbul etmirəm. Bilirik ki, ədəd ortada average funksiyası vasitəsilə hesablanır. Average funksiyasını yazdıq. Və bir dənə baxsaq, Elnur, Vahid, Mehman. Bunlar hansı sətirlərdə yerləşir? Elnur, Vahid, Mehman, bax burada yerləşir. Bunların yaşları. Gördüyünüz kimi mən 5-ə toxunmadım. 5-ci sətrlə mənim işim olmadı. Bunlar toxunublar. Deməli, bunlar düzgün cavablar deyirlər. 2 dənə variant arasında işləyirəm. B ilə D arasında. Və baxıram. Bax, B2, B3, B4 ardıcıldır, düz deyil. Ardıcıl o demək ki, yəni diapazondur. B2-dən B4-ə diapazon şəklində versəm, bunların içində götürəcək. Baxın, gördüyünüz kimi D variantı alındı. Diapazon olmasaydı, məsələn, sadəcə Zeynurla Mehman istəsəydi, onda ortaya qoşulan nöqtə yox, vergül, nöqtəni vergül yazardıq. Növbəti suala keçid edək. Aha, burada bəzi funksiyalarımız var. Məsələn, sum funksiyası var. Sum nədir? Sum, qırağa yazıram, toplamaq funksiyasıdır. A1-dən B2-yə. Əvvəlcə diapazonu təyin edək. Diapazon təyin ediləndə necə olunur? Bax, birinci xanamızı, yəni A1 xanamızın bir hissəsini tapırıq. Bir də B2 xanamızın axırı. B2 xanamız da buradır. Bax, bu xanalarımızı tapdıq əvvəlcə. A1, B2. Buradan xətti bura qədər, bunun da xəttini yuxarıya qədər. Və qalanlarını birləşdirsəm, yuxarısını aşağısını birləşdirsəm, diapazon alaram. Yəni, -10, üstə gələk 7, üstə gələk 4, üstə gələk -4. Cavabların hamısını toplasam, burada cavab tapıram -3. Sonra ikinci funksiyam count A1 B3. İndi ikinci diapazonu tapaq. Baxın, A1-i əvvəlcə təyin edək. A1, B3-ü təyin edək. Bura. Deməli, bunun xətti aşağı inəcək, bunun xətti yuxarı qalxacaq. Və diapazon təyin olundu. Count nə edir? Count rəqəm olan yerləri sayır. 1, 2, 3, 4, 5, 6. Deməli, buna cavabı alacaq 6. İndi gəlirik üçüncüyə. ABS nə iş görür? ABS moduldur. Riyaziyyatın da qaydasına görə moduldan hər zaman müsbət çıxır. Mənfi də olsa müsbətdir, müsbət də olsa müsbətdir. Product nədir? Product hasil. Əvvəlcə bu product həll etməliyim. Yəni C1-i C2-yə vurmalıyım. -3-ü 6-ya vursam, eləyəcək -8. Product həll oldu. Qabağında isə hələ ABS var. Deməli, biz də dedik, moduldan hər zaman nə çıxır? Müsbət. Ona görə -18 moduldan çıxıb olacaq, müsbət 18, yəni cavab olacaq B variantı. Növbəti sualımızdan tanış olaq. Aha, deməli, bəzi kəmiyyətlər var, or kəmiyyəti var, bir də and kəmiyyəti var. Orada bizim cavabımızın true olmağı üçün cəmi bir dənə
düz lazım olur ki cavab true olsun. Bunun false olmağı üçün bütün cavablar minus olmalıdır. Yəni səhv olmalıdır. Ətdə isə əksinədir. Ətdə hamısı düz olarsa true hesab olunacaq. Bir dənə səhv olarsa false hesab ediləcək. İndi baxın, mən indi true şərti verilibdir. Bax, daha doğrusu or şərti verilibdir. Or şərtinə baxacağım. Orada nə dedim? Bir dənə üstəgələk olsa da hamısı düz hesab olunacaq. Səhv olmaq üçün hamısı səhv olmalıdır. Baxıram. A3 böyükdür B2-dən deyir. 5 5-dən böyükdür deyir. Görürəm ki, burada şərt səhvdir. Cavab səhvdir. Bir-birinə bərabərdir bunlar. Sonra B3, B3-ün qiymətinə baxıram 2-dir. C1-in qiymətinə baxıram 5-dir. 5 2-dən böyükdür. Şərt doğrudur. A1 böyükdür B2-dən. 4 böyükdür B2-dən 5. Bu şərt səhv. Mənim gördüyünüz kimi bir dənə düzüm var. Nə demişdik? Bir dənə düz olsa belə bu true hesab olunacaq or cəmiyyətində. Deməli biz gedib qaçıb cavabı true götürmürük. Niyə? Əvvəlinə diqqət eləməliyik. Not var. Not nə edir? Not əksinə deməkdir. True'nun da əksi false-dur. Deməli not bunu eləyəcək false. Yəni bizim cavabımız olacaq B variantı. Növbəti sualla davam edirik. Aha, count nə iş görürdü dedik. Rəqəm olan yerlər sayır. A1-dən C4, A1 diapazonunu C4 A1 C4 diapazonunu tapırıq. A1 C4. Burada tapdıq. Və buranın diapazon şəklində qeyd etdik. Bu şəkildə. Count nə edir? Rəqəm olan yerlər sayır. 1, 2, 3, 4, 5, 6. Buranın cavabı olacaq 6. Bizə də diqqətli olun. Baxın, demişdik simvol daxilində verilərsə, ulduz daxilində, nə bilim, sual daxilində, ondan sonra dırnaq daxilində rəqəm versələr onu aldanmayın. Onu Excel mətn kimi götürür. Bir dənə fikir versək, bax bu 5 xananın hansı hissəsindədir? Sağdır. Deməli bu rəqəmdir. Bu 5 hansı hissəsindədir? Sol hissəsindədir. Deməli bu mətndir. Mətn olur xananın solunda, rəqəm olur xananın sağ hissəsində. Növbəti diapazonumuza baxaq. Count-a. Bax count-la count-un fərqi nədir? Count hesablayır ədədləri. Count isə hesablayır bütün nə varsa hamısını. Fərqi yoxdur. Dolu xanalardan söhbət gedir. Yəni mətn, ədəd, hərf, simvol hamısını hesablayır. Count-dan sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, bunun da cavabı olacaq 9. İndi countif şərti var. Count bilirik ki, rəqəmləri sayır. Düz deyil. Amma bir dənə bizə şərt verib. Necə şərt verib? İndi baxın, deyir 6-dan kiçikləri say. A1, C4. 6-dan kiçiklər deyirsə 1, 2, bir də baxıram, görürəm 0 var, 3. Başqa da altdan kiçiklər yoxdur. Bunda cavab oldu 3. İndi bunların hamısının toplanmağını tələb edir. Yəni 6 üzərinə gəlinsin 9, üzərinə gəlinsin 3. Yəni 12, 12-ni də üstə at gələndə 18 cavabını alarıq. Cavab olar A variantı. 7-ci sualla davam edirik. Bu son vaxtlar məşhur bir sual modelidir. Diqqətlə baxaq. Baxın, burada bu hissə 1, 2, 3, 4, 5. Bax, buradakı da 1, 2, 3, 4, 5 yəni nömrələrdir. 10, 0, 10, 20, 30, 40, 50 bu da sütunlar üzrə verilən kəmiyyətlərdir. İndi mən baxıram. 5-ci sətrin burada neçə alıbdır? 30-un bərabərindədir, 30 alıb. 4-cü sətrim 20-nin bərabərindədir, 20 alıb. 3-cü sətrim 40-ın bərabərindədir. Deməli, bunun cavabı 40 imiş. Bu deyil, probabil təyin edirəm. İkinci sətrim 10 alıbdır. Birinci sətrimdə bu 50-dir. 40-dan sonra 50-dir. Sadəcə 5-in baş hissəsi düşmübdür. Deməli, bunun da cavabını yazırıq bura 50 olaraq. Və vəssalam. Bunları yoğunlaşdıracaq indi variantı əsasən. Bax, A variantını gəl yoğunlaşdıraq. A5, Y5 diapazonu təyin edək. A5, Y5 təyin elədik. A5, Y5 diapazonuna bax. Deyir ki, birinci sətrimiz 50 almalıdır da bizim. Birinci sətr budur. 50 alıb bu, alıb. Birinci sətr 50. Sonrakına baxaq. Baxıram ki, nə deyir? İkinci sətrimiz 10 alıb. İkinci sətrimizdə 10 var. Üçüncü sətrimiz 40 olmalıdır bizim. Amma buna bax, üçüncü sətirdə nə yazıb? 20. Getdi. Sonra A1, Y1 diapazonuna baxaq. A1, Y1 diapazonu budur. A1, Y1 diapazonunda birinci sətrim mənim 50 alıb. Bu isə yazıb 10 yazıb, səhv yazıb, getdi. D1, D5 diapazonuna baxıram. D1, D5 diapazonu isə burada. D1, D5 diapazonu. D1, D5 diapazonuna birinci rəqəmim 50 uyğun gəlir. İkinci rəqəmim 10. İkinci rəqəmim də uyğun gəlir. Üçüncü rəqəmim 40. Üçüncü rəqəmim də uyğun gəldi. Dördüncü rəqəmim 20. Bu da uyğun gəldi. Beşinci rəqəmim 30. Bu da uyğun gəldi. Mən hamısı uyğun gəlsə cavab olur C variantı. Digərlərini də yoxlasaq Y1, Y5-ə baxın. Məsələn, Y1, Y5 də buradır. Y1, Y5.
Birinci rəqəmi ilə bər başdan görürəm. 2 səhvdir. Birinci 50 olmalıdır. Bu 20 yazıb. A1, Y5 bunun hamısını götürübdür. A1, Y5 də əsasında da təyin etmək olmaz. Bizə konkret sütun, konkret sətir lazımdır. Deməli cavab olur C variantı bu sual tipində. 8-ci sual diaqram tipidir. 2024-cü ildə qəbul imtahanda istifadə olunmuşdur. Burada bizim əsas işimiz C1-in qiymətini, yəni x-i tapmaqdır. Baxın, bu diaqram əvvəlcə diaqramın özünü sizə izah edeyim. Bu saat 12-dən başlayır, saat əqrəb istiqamətində fırlanır diaqramımız. Bunu əvvəla bilməliyik. Saat əqrəb istiqamətində fırlanır və faizlər də ona uyğun olmalıdır. Yəni, birinci diaqram diliminə saat əqrəb istiqamətində birinci yaza tapacağımız qiymət uyğun gəlməlidir. İkinci diaqram diliminə ikinci tapacağımız qiymət uyğun gəlməlidir. Üçüncü diaqram diliminə isə, yəni bax buraya isə üçüncü tapacağımız qiymət uyğun gəlməlidir. Necə? Və indi birinci qiymət tapırıq buradan. A1-i, B1-i toplasaq, sam nə idi toplamaq? 4 ilə 6-yı toplasam 10, 2-yə vursam 20. Deməli, birinci qiymət 20 tapdım, 20-ni buraya yazıram. İkinci qiymətə baxıram. Sam A1, B1, yəni 4-ü 6 ilə toplasam, eləcək 10, 4-ə də vursam 40. Burada yazacağım 40. Sonra product. Product nədir? Hasil. A1-i, yəni 4-ü C1-ə, yəni x-ə vursam 4x-də bura tapıram. Burada yəni tapıram 4x. Deməli dedim, birinci tapdığım qiymət birinciyə uyğun gəlir. İkinci tapdığım qiymət ikinciyə uyğun gəlir. Üçüncü tapdığım qiymət də üçüncüyə uyğun gəlir. Həqiqətən də bura 50% 40 veribdirsə, deməli onda bax bu yuxarıda qalan dilimə də 40 düşür. Amma bu 40-ın da görürsən parasını 20 veribdi, parası qalıb. Deməli burada 20 düşür. Heç ona baxmasan da faizlər görürsən 25 eynidir. Deməli onda bunların qiymətləri də eynidir. Yəni 4x elə bərabər imiş sən demə 20-yə. Buradan da x bərabərdir nəyə? 5-ə. Cavab olur C variantı. Növbəti suala baxaq. Deməli, biz indi aşağıda verilən funksiyalara əsasən dan sözünün, yəni dan cavabının alındığı funksiyalar seçməliyik. Məsələn, deyir ki, A2 xanasından, yəni bax buradan söhbət gedir. Sağdan 3 vahid. Bax, sağından 3 vahid baxsaq, bax bunun sağ hissəsi buradır. 1, 2, 3 şık cavabı qalacaq. Mənə nə lazımdır? Dan cavab lazım. Deməli, bu gedə bilər. Sonra, rak A1-dən 3 vahid, yəni Güldan sözünün sağından 3 vahid baxsam, deməli, dan sözünü tapıram. Mənə lazımdır mı? Lazımdır. Deməli, 2 mənim cavabımdan biridir. Sonra, B1-dən 3 vahid. B1-ə baxıram. Left solundan. Solundan 3 vayd baxsam. 1, 2, 3 nə alınır? Dan sözü alınır. Bu mənə lazımdır mı? Bəli, lazımdır. Cavabım bir də budur. Sonra B3-dən 3 vayd. B3-ə baxıram. Left deyir. Yəni solundan. Solundan baxsam F, I, D alınacaq. Mənə lazımdır mı? Mənə lazım deyil. Mənə lazım idi dan sözü. Sonra left A4-dən 3 vayd. A4-ün cavabı budur. Solundan 3 vayd deyir. 1, 2, 3 vayd. Həqiqətən dan sözü qalır. Qalır. Biri də budur. Sonra B2-dən 3 vaid. B2-nin cavabına baxıram. B2-nin daha doğrusu sözünə baxıram. Danışmaq sözdür. Sağından baxsaq M, A, Q olacaq. O da səhvdir. Sonra right A3-dən 3 vaid. A3 manasına baxdıq. Burada çaydan sözüdür. Sağından baxası olsa 3 vaid. Dan sözü həqiqətən də qalar. Deməli cavabıma biri də budur. Deməli cavabımız olacaq 2, 3, 5 və 7-də verilən fikirlər. Cavab olacaq 3, 5, 7. 10 suala gəldik. 10 sual 2025-ci ildə qəbul modeli olmuşdur. Eyni zamanda 11-ci sual da 2025-ci ilin qəbul modelidir. Hər iki sualla tanış olaq. Burada iki dənə funksiya var. Biri power funksiyası, ən sonda əldə edəcəyimiz. Biri də count funksiyası və şərt daxilində. Bax, A1, D3 diapazonu. A1, D3 diapazonu tapdıq, panalarını tapdıq, birləşdiririk indi. Bizim diapazonumuz budur. A1, D3 diapazondan şərtimiz nədir? 4-dən kiçiklər. A1 D3 diapazonu 4-dən kiçiklər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Count dediyinə görə ilə sayını istəyir. Buranın cavabı olur 9. Həll elədik, getdi. Power nə idi? Üstü qüvvət. Yəni, ikinci tapdığımız cavab birincinin üstündə olacaq. B3 üstündə 9. B3-ün qiyməti nəymiş ki? 2. Deməli, 2-nin üstündə 9 olacaq. O da bərabər eləyəcək 512-yə. Bu sualımızın cavabı olacaq 512. 11-ci sualdan davam edirik. Cədvəldə A sütunu aşağıdakı kimi süzgəc tətbiq edilib. A sütununa süzgəc tətbiq edilib. Baxaq, A sütunu məntiqdir. Burada biraz ingilis dili lazımdır. Və görür ki, or aktivdir. Orla bağlı bir şey deyim. Or və ya deməkdir. Bunun işi birləşdirməkdir. Birləşdir. Əndin tərcüməsi və deməkdir. Bunun işi kəsişdirməkdir. Kəsişdir. Baxın,
Birləşdirmək də nəzərdə tutulur. Tutaq ki, bir şərtdən alsan 1, 2, 3, 4. O birindən alsan 5, 6, 7. Hamısını birləşdirirsən, yazsan 1, 2, 3, 4, 5, 6, 7. Ət kəsişmək nə demək? Məsələn, buna cavab alsan 1, 2, 3, 4. Buna da alsan 3, 4, 5. Kəsişənlər hansılardır? Bunlar. Və burada cavab olur 3, 4. Birləşəndə də hamısı bir yerdə yazılır. İndi əsas məsələ nədən ibarətdir? Tərcüməyə bax. Is greater egal. Yəni, özü 40-dan. 40-dan böyüklər və 40-a bərabərlər. Harda? Məntiq sütununda. Məntiq sütununa baxıram. 40-dan böyük yoxdur. 40-dan bərabər yoxdur, amma 40-dan böyük var. 13-cü sətr. Yazıram bura 13. Sətr nömrəsi olaraq. Sonra nə deyir? 25-dən kiçik və 25-ə bərabər. 25-dən kiçik bir dənə diqqətli olun. Bu 2-yə al, yəni diqqət yetirin. 1-dən başlamır, 2-dən başlayır. Deməli 2 nömrəli sətr. 25-dən kiçik 3 nömrəli sətr. Sonra 4 nömrəli sətrin cavabı. 5 nömrəli sətrin cavabı. Başqa da 25-dən kiçik görmürəm. Və nəhayət, burada da bayaqçında da 13 tapmışam. Ortada ordur. Or nə inirdi? Birləşdirirdi. 2, 3, 4, 5, bir də 13 birləşdirdik. Və şərtə gedib baxıram. Şərtdə neçə deyir? Neçə deyirsə, onda bunların sayıdır. 1, 2, 3, 4, 5 dənə sətir bizim cavabımızı ödəyəcək. Bu da isə cavabımız olacaq 5. Belə yoldaşlar, bugün sizə Excel qəbula düşmüş və düşə biləcək olan sual modelləri ilə suallara baxdıq. Sağ olun, salamat qalın. Növbəti test izahlarında görüşərik.